Başlayaq birinci ümumi suallar part 1-dən. İfadəsini sadələşdirin, deyir uşaqlar. Yadda saxlayırsınız ki, kökün dərəcəsi ilə işləyirsiniz bu misalları. Kökün dərəcəsi burada 2-dir. Kökün dərəcəsi cüt olanda ifadəni modulda çıxartmaq lazımdır. Yəni yazmalısan modulda 3 çıxılsın kök altında 5. Yəni buradakı kvadratla kök gedəcəklər. Yenə buradakı 4 ilə 4 gedəcək cüt olduğuna görə çıxartdığımız ifadə modulda çıxacaq. 2 çıxılsın kök altında 5. Bərabərdir. Birinci modulda 3 5-dən böyükdür. Çünki bunun kök altında 9 kimi fikirləşsəm, görürəm 9 5-dən böyükdür. Deməli, olduğu kimi çıxardacağım. 3 çıxılsın kök altında 5 olacaq. Üzərinə gəl. İkinci modulda bunu 4 kimi fikirləşəndə 5 4-dən böyükdür. Yerləri dəyişəcək. Olacaq kök altında 5 çıxılsın 2. Bu da bərabərdir. Mənfi kökdə 5, müsbət kökdə 5 aparsa 3 çıxılsın 2 qalacaq burada 1. Olacaq Y variantı. Diaqonalları 3, 4 olan rombun sahəsini tapın. Rombun sahə düsturunda belə bir düstur var ki, diaqonalları hasilinin yarısı. Yəni 3-ü vuracaqsan 4-ə, 12 bölürsən 2-yə, qalacaq 6 D variantı. Fərqi pi bölü 6 olan qonşu bucaqları tapın deyir. Fərq deməkdir ki, çıxma. Yəni, x minus y bərabərdir pi bölünsün 6-ya. Biz də bilirik, bunların cəmi qonşu bucaqların 180-dir. Yəni, 180-də pi yazmaq olar. Bu şəkildə həll edirəm ki, cavabları pi ilə almış olaq. Alt-alta baxaram. X-lər mənə verəcək 2x, y-lərin biri mənfi, biri müsbət gedəcəklər. Pi ilə pi bölü 6-nı toplayanda eləyəcək 7 pi bölünsün 6. Elə bir fikir verin bura. Pi üzərinə gəl. Pi bölü 6 yazıram. 6-nı vururam piyə. 6 pi üzərinə pini gəlirəm. Olur 7 pi bölünsün 6. Buradan x-i tapanda hər tərəfi 2-yə bölürəm. 2-yə bölmək məxrəci 2-yə vurmaq deməkdir. 7 pi böl 12 alındı. Avtomatik variantlarda 7 pi böl 12 olan cavab bir dənə A variantında görürəm deyə gedib A variantını işarələyirəm. Yox, əgər 2 dənə variantda olsa idi, qonşu olduqlarına görə qaydırdım, 180-dən aldığım cavabı çıxırdım. Yəni 7 pi bölünsün 12-ni çıxacaqdım. Bu da 12-ni vururam piyə, 12 pi, 7-sini çıxanda qalacaq burada 5 pi böl 12. Bu da olacaq digərinin qonşu bucaqları. 2 pi 360 dərəcə deməkdir. Ona görə sadəcə pi götürürük. Gəldim indi bura. Deyir ki, alfa çıxılsın betanı tapın. İndi uşaqlar, bura alfadır, bura betadır. Mən bura bir x yazsam, onda eyni şəkildə burada x yazmış olacağam. Yazıram ki, birinci buradakı bucaqların cəmindən buradakı bucaqların cəmləri bir-birlərinə bərabər olmalıdır. Çünki yuxarıdakı da 3 bucaqdır, daxili bucaqların cəmi 180-dir. Aşağıdakı da 3 bucaqdır, daxili bucaqların cəmi 180-dir. Onda x üzərinə gəl, 50 üzərinə gəl alfa ilə 80 üzərinə gəl x üzərinə gəl betanı bərabərləşdirə bilərəm. Onsuz da bu x-dən x-in çıxanda gedəcəklər. Betanı alfanın yanına aparıram. Olur alfa çıxılsın beta bərabər 80 durur. 50-ni 80 yanına aparıram. Olacaq 80 çıxılsın 50. Buradan da alfa minus betanın qiymətini tapmış olacağım ki 80 50 çıxanda qalacaq 30. Düzgün cavab olacaq A variantı. Sonra növbəti sualda. 6 şagirdi neçə üsulla dairəvi masa ətrafında əyləşdirmək olar? Dairəvi masanın qaydası n çıxılsın 1 faktorialdır. Deməli, 6 şagirddirsə, 6-dan çıxırsınız 1-ni yanına faktorial yazırsınız. Olacaq 5 faktorial. 5 faktorial da 5-dən 1-ə qədər ədədlərin hasilidir. Bu da mənə verəcək 120. Deməli, 120 fərqli şəkildə əyləşdirmək olar. Gəldim indi bura. Koordinat başlanğıcı nəzərən simmetrikdir. A ilə B. Yəni, A nöqtəsinin koordinatlarına mənfi 2A yazıram. Bu simmetrik çevrilib olmalıdır B nöqtəsinin içərisində. B nöqtəsinin koordinatları da B-nin mənfi 2-dir. Yadda saxlayın, koordinat başlanğıcı 0, 0 deməkdir. Burada hər ikisinin işarəsi dəyişməlidir. Mənfi 2 olmalıdır müsbət 2, A da olmalıdır mənfi A. İndi alt-alta baxıram. B-nin yerində 2 durur. Onda yazıram B bərabərdir 2. Burada mənfi A bərabərdir mənfi 2 yazsam, mənfilər gedəcək, A bərabər 2 qalacaq. Deməli, A müsbət 2 oldu, B də müsbət 2 oldu. Hər ikisi müsbət 2 oldu A variantı. Müəllim, Bəli.
Dördüncü sual var. Aha. Onu mən fərqli üsulla getdim, amma cavabı düz aldım mən. Yaza bilərsən ki, 50 üstəgəl alfa bərabər 80 üstəgəl beta, eləmi? Yox, elə də getməmişəm. Tam ayrı. Necə? Mən birinci 180-dən 50 çıxdım, 130 aldım. O Aha. X yazısı yuxarı Hə. oranı. Sonra mən həmin o Bir an görüm Elton. Sən bura 130 almısan təkcə. bəli. Elton sən bura təkcə 130 ala bilməzsən axı. Üç bucağın bir bucağı 130, bir bucağı 50, elə 180 bunun ikisi verdi. Üçü bir yerdə verməlidir axı 180-i. Mən nəsə o yolla getdim. Yox, Cavab düz sən gəldi. yollamışsan. İkisinin cəmini 130 götürə bilərsən. Alfa ilə x-in. Amma təkcə burada x duran yeri sən 130 götürə bilməzsən. Aydın oldu? Ha, bəli, bəli. Hı. Gəldik sual 7-yə. Altını yazdıq mı? Hə. Tərəfləri 5, 6, 7 olan üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Uşaqlar, bu ixtiyari üçbucaqdır. İxtiyari üçbucağın da böyük yerin düsturu A, B, C bölünsün 4 S-dir. S-i necə taparam? ABC asan işdir. Onsuz da var əlimizdə. ABC-ni, daha doğrusu S-i Heron düsturundan taparıq. Yəni S bərabərdir kök altında. Əvvəlcə perimetri tapıram yarısını. Heron düsturunda perimetrin yarısı istifadə olunur. 5-i, 6-nı, 7-ni toplayanda 18, yarısı 9. Bir dəfə 9-dan bu 5-i çıxıram 4. Bir dəfə 9-dan bu 6-nı çıxıram 3. Bir dəfə 9-dan 7-ni çıxıram qalacaq burada 2. Bərabərdir. 4-ü vururam 9-a 36, kök çıxacaq buradan 6. Kökdə qalacaq 3 dəfə 2 ilə 6 eləyəcək. Bu oldu sahəmiz. Gələm indi qiymətləri yerinə yazıram. R bərabərdir. A-nın qiyməti 5, B-nin qiyməti 6, C-nin qiyməti 7. Aşağıda 4 vurulsun, S-in qiyməti də 6, kök altında 6 olacaq. İxtisarları aparsaq, 6 ilə 6 gedəcək. Onda belə olacaq da, həm aşağını, həm yuxarını kök altında 6-ya vurmalıyam ki, məxrəc irrasionaldan azad olsun. Bura yazıram kökdə 6, bura yazıram kökdə 6. Aşağıda 4-ü vurmalıyam kökdə 6 ilə, kökdə 6 mənə 6 verəcək. 4-ü 6-ya vuranda 24 eləyəcək. Yuxarıda 5 ilə 7, 35, kökdə də qalacaq 6. Cavab olacaq belə, 35 kökdə 6 bölünsün 24 olacaq D variantı. Sonra oturacaqları cəmi 12, hündürlüyü 4 olan trapesiyanın sahəsini tapın. Oturacaqlarının cəmi 12-dirsə, deməli bunun orta xətti 6-ya bərabərdir. Orta xətt bərabərdir 6. Trapesiyanın sahəsini tapanda orta xəttini hündürlüyünə vurmaq lazımdır. Yəni orta xətt 6-dır, hündürlük də 4-dür. 6-nı 4-ə vuracaqsınız. Cavab eləyəcək 24, yəni D variantı. Sonra dördüncü rübdə yerləşən A nöqtəsindən apsis oxuna qədər məsafə 3-ə bərabərdir. Gəlin, koordinat müstəvisini çəkək. Deməli, bura dördüncü rübdür də. Birinci rüb buradır, ikinci rüb buradır. Saat əqrəbin əksinə gedirik də. Elə bil ki, bura üçüncü rüb, burada dördüncü rübdür. Deyir, dördüncü rübdə yerləşən A nöqtəsinin apsis oxuna qədər məsafə 3-dür. Apsis x oxudur. Buradan bura qədər məsafə 3-dür. Deməli, bunun x-i 3-ə bərabərdir. Ordinat oxuna qədər məsafə, yəni bu y qədər məsafəmiz isə bərabərdir buradan nəyə? 2-yə bərabərdir. Düzdürmü? Yox, yerlərini düz yazmadım axı mən. Məsafə 3 deyir. Buradan bura qədər məsafə 3-dür. Deməli, bunun y-i 3-dür. Çünki bu məsafə 3-ü göstərir. Onda mən bura 3 götürməliyəm. Mənfi 3. Sonra bir də deyək ki, apsisə qədər məsafə nədir? Ordinata qədər məsafə 2-dir. Yəni, buradan bura qədər məsafə 2-dir. Onda burada 2 olduğuna görə qarşı-qarşı 2-də axı. Onda x-in qiyməti 2 olacaq. Onda mötərizənin içində birinci x-in qiymətini yazıram 2. İkinci y-in qiymətini yazıram mənfi 3. 2 ilə mənfi 3 harada var? A variantında var. Sonra gəldik sual 10-a. Paralelogramın sahəsini 12 verib bu hissəsinin və bizdən soruşur ki, ABCD-nin opşi, ümumi sahəsini tapın. Nə etməliyəm? Əvvəlcə burada BY ilə YA-nı bərabər verib. Mən də gəlirəm, buradan bir dənə paralel xətt keçirdirəm. Bura S yazıram, onda burada S olacaq. Qarşı-qarşıya bərabərdir bu sahələri və S ilə S 2S eləyəcək. Deməli, burada 2S olmalıdır. İndi, burada rənglənmiş yerin içərisində 3S var və 12-yə bərabərdir.
3s bərabərdir 12 yazsam, onda s bərabər olacaq buradan 4-ə. Mənə ümumiyyətlə sahə lazımdır. Ümumi sahəni tapanda s ümumi yazıram lap bura. Bərabər neçə s? 4 s-ə bərabərdir. 4 s-ə. S-in qiyməti də 4-də axı buradan tapmışam. Deməli 4-ü vuracaqsan. 4-ə cavab eləyəcək. Burada 16. İfadənin qiymətini tapın. Belə ifadələrdə hər zaman bir-birinə qoşma olan ifadələr verilir. Yəni, kök altını böyüdürəm, qoşma birinci ilə ikinciyə fikir verin. A çıx B, A üstəgəl B-dir. Yəni, onda burada alacaqsınız ki, 11-in kvadratı üzərinə gəlinsin, daha doğrusu çıxılsın. Kök altında 11-in kvadratı bu şəkildə. Bu da eləyəcək 121 çıxılsın 21. 121-dən 21 çıxanda 100 qalacaq. Buradan kök çıxacaq 10. Deməli, düzgün cavab olacaq 10. Çevrənin mərkəzi. Uşaqlar, mərkəzin koordinatlarını tapanda yadda saxlayırsınız ki, x-in və y-in əmsallarının yarısının əkslərini götürəcəksiniz. Elə bil ki, mərkəz qurmaq istəyirəm də, beləcə yarısını götürüm. Kök tardı. -6 x-dirsə, bu olacaq nə? -3. Düzdürmü? Burada 8 y yazılıbsa olacaq buradan 4. İndi mərkəzi koordinatları tapanda, məsələn, biz normalda tənliyi qururduq belə. X minus A-nın mötərizə kvadratı üzərinə gəl. Y minus B-nin mötərizə kvadratı bərabərdir R kvadratı. Bu olacaq çevrənin tənliyi. Yada saxlayırsınız ki, məsələn, burada mənfi veribsən, müsbət götürürsən, müsbət verirsən, mənfi götürürsən. İndi əkslərinə baxıram. Mənfi üstdürsə, mərkəz koordinat 3 olacaq. 4-dürsə, mərkəzi koordinatda -4 olacaq. 3 ilə -4 elə bil. Sonra, diaqonalları 6, 8 olan paralelogramın sahəsi. Uşaqlar, paralelogramın sahəsini tapanda, bax, diaqonalları 6 ilə 8-dir və 30 dərəcəli bucaq altında kəsişirlər. Məsələn, bu bir diaqonaldır, bura 6-dır, bu da digər diaqonaldır, 8-dir. Söhbət paralelogramma gedir də. Bura 6, bura 8. Aralarındakı bucağı isə 30 dərəcədir. Onda sahə düsturu belədir. Diaqonalları hasili D1, D2 yarısı, bir də aradakı bucağın sinusu, yəni sinus alfa. Bu da eləyəcək s bərabərdir. 6 vur 8 böl 2. Sinus 30 dərəcə yazsam, sinus 30-un da qiyməti 2-də 1-ə bərabərdir. Bu da bərabərdir. İxtisar da eləyə bilərsən, bir-birinə vura bilərsən. Olsun 48 bölünsün 4, eləyəcək 12. Cavab olacaq o zaman D variantı. Sonra gəldik sual 14-ə. Qutuda 6 ağ, 4 sarı, 2 qara kürəcik var. Təsadüfi çıxarılan 5 kürəcikdən 3-ü ağ, 2-si sarı olması ehtimalını tapın. Falar. Birinci baxırdım ümumi halları tapmağa. Ümumiyyətlə burada neçə rəngi var? 6, 4, 10, 12 dənə rəngimiz var. Deməli, kombinizon 12 elementdən mənə lazımdır 3 dənəsi ağ olsun, 2 dənəsi sarı. Deməli, 5 dənəsini seçirəm. Özü deyir də hazır çıxarılan 5 kürəcik. 12-dən 5. Bu mənim ümumi hallarımdır. Ümumi halları tapanda qaydamız belə idi. 12-dən 5-dən geri sayırdım. 12, 11, 10, 9 və 8. Aşağıda isə 5-dən geriyə sayırdıq da. 5, 4, 3, 2, 1 yazmağımın mənası yoxdur. Buradan 5 dəfə 2, 10 eləyəcək, 10-dan ixtisar eləyəcəm. 4 dəfə 3 də 12 eləyəcək, 12 ilə apardım. Yəni, burada qalacaq ümumi hallarda 11, vur 9, vur 8. Bunu vuracaqmı bir-birinə? Xeyr, vurmayacam. Qalacaq bu şəkildə. İkinci növbədə mənə xüsusi hal lazımdır. Deyir ki, 5 dənədən 3-ü ağdır. Ağlar nə qədərdir? 6. Deməli, 6-dan 3-ü seçilir. Kombinizon 6-dan 3. Vur olsun və nə seçilir? İkisi sarı. 4 dənə sarı var, ikisi seçilir. Buna da yazıram 4-dən 2. 6-dan 3-ü hesablasam, 6-dan geriyə 3 dənə. 6, 5, 4 yazaram. 3-dən geriyə məxrəcdə 2 dənə 3, vur 2. 1-i yazmasam da olar, yazmıram ona görə. 4-dən 2 də 4, 3. Aşağıda isə 2-dən geri ilə sayaram 2, 1. Yenə 1-i yazmıram. Qalsın bu şəkildə.
İndi ixtisarlarımıza aparsam 3'ü vururam 2'yə 6 eləyir deyə buradakı 6-nı silirəm. 2 ilə də buradakı 4-ün birini silsəm 2 qalacaq. Deməli, option kəsrin məxrəcində qalacaq 11, 9, 8. Surətində qaldı 5, 4, 2, 3. 5, 4, 2, 3. Gəlin indi bunu ixtisar edəyin və yekunda nə cavab alınır, onu da işarələyəyin. Deməli, baxaq görək nə ilə nə gedə bilər. 3 ilə 9 getsə 3 qalacaq. Bu 4 ilə 2 8 edir, 8 apardı. Məxrəcdə qalır 11 vur 3, yəni 33. Yuxarıda da 5 qaldı. 33-də 5 harda var? A variantında. Cavab olacaq A variantı. Sonra çevrənin tənliyini yazın deyir. Dedik, əkslərini götürəcək də mərkəz olaraq. X çıx 4-dürsə, mən yazmalıyam x üstəgəl 4. Plus. Burada müsbət 3-dürsə yazmalıyam mən y çıxılsın 3 kvadratı və bununla başlayan cavabımız harda var? Harda var, harda var? Bircə nə variantda olacaq? O da D variantında var. Başqa variantda varmı? Yoxdur. Ona görə baxın, gördünüzmü? Rahatlıqla variantları silməyə tapmaq olar. Mərkəz, üzrü sayın, mərkəz sözü hardadır, mən nə oxuyuram? Mərkəzi sözü 1 ilə 5-dir. Deməli, 1 ilə 5-ə baxmalıyam. X-imiz 1, bu da 5-dir. Olacaq x çıxılsın 1-in kvadratı və y çıxılsın 5-in kvadratı. Bunları yazdım. X çıx 1 ilə y çıx 5 harada var? Bu iki variantdadır. B ilə C-dən biri cavablardan. İndi mənə radius lazımdır. Radiusu tapanda 2 nöqtə arasındakı məsafəni tapmalıyam. A ilə, məsələn, buna bir K nöqtəsiyəm, AK məsafəsini tapmalıyam. İndi mənfi 4-dən çıxacaqsan 1-i kvadratı, üzərinə gəl. 3-dən çıxacaqsan 5-in kvadratı. Bu da bərabərdir kök altında. Bu mənfi 5 eləyəcək. Kvadrat olacaq 25. Bu da 3-dən 5-in çıxanda mənfi 2 kvadratda 4 eləyəcək. Alındı burada kök altında 29. Bunda kvadratı mənə 29 verir. Deməli, axırında 29 olan variant olacaq C variantı. Sonra axşam xeyir Tuzayla. Ədədi birinci ədəd ikincidən 2 dəfə. Bu birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı var deyəsən. Başqa yoxdur. 6 ədəd var. Deməli, deyir ki, birinci ədəd ikincidən 2 dəfə, üçüncüdən 3 dəfə, dördüncüdən 4 dəfə, beşincidən 5 dəfə, altıncıdan 6 dəfə kiçikdir. Bu ədədlərin ədəd ortası 14 olarsa, ən böyük fərqi tapın deyir. Birinci ədəd x-dir, ikincidən 2 dəfə kiçikdirsə, ikinci 2x-dir, üçüncüdən 3 dəfə kiçikdirsə, bu 3x-dir, bu 4x olacaq, bu 5x olacaq, altıncıdan da 6 dəfə kiçik olduğuna görə altıncı 6x olacaq. Bu ədədlərin ədəd ortası 14-dür. Yəni, bunların hamısını toplayıb 14-ə bölmək lazımdır. Toplayanda 7, 7, 14, 7 bu. 21x eləyəcək. Burada 7, 6 ədəd var deyib bölürəm 6-ya. Bərabərdir ədəd ortası 14-ə. Bu da 21x bərabər 6-nı 14-ə vuranda 84. X bərabər olacaq buradan 4-ə. Ən böyük fərq soruşanda sırada verilən ən böyük ədəddən ən kiçiyə çıxmaq lazımdır. 6x-dən bu x-i çıxmaq lazımdır. 6x çıx x mənə verəcək 5x. X-in qiyməti 4-də axı. 5-i də vurmalıyam. 4-ə cavab eləyəcək. Burada 20. Yəni D variantı. Sonra eyni sualla yenə var. Birinci ədəd 2, 3, 4, 5, 6-cı da varmı? Bəli, var. Birinci ədəd ikincidən 2 dəfə, 4 dəfə, 5 dəfə, 6 dəfə kiçik olarsa, deməli birinci x-dir, 2x-dir, 3x, 4x, 5x və 6x. Cəmi oldu 11x. Ədədlərin sayı 6 dənədir, bərabərdir 20-yə. Nəsə düz gəlmədi deyəsən. İkincidən 2 dəfə, üçüncüdən 3 dəfə, dördüncüdən 4 dəfə, beşincidən 5 dəfə, altıncıdan 6 dəfə kiçikdir. Ən böyük fərqi 20 deyir bu dəfə. Cümləni axıra kimi oxumamağın nəticəsi. Ən böyük fərq deyəndə böyük ədəd 6x-dir, kiçik ədəd də x-dir. Deyir, bərabərdir 20-yə. Buradan 5x bərabərdir 20 olacaq. X də bərabər oldu 4-ə. Ədəd ortanı soruşur. Ədəd orta nə idi? Bunların cəmini bölməliyəm sayına. Cəmi 21x eləyir bunların. Yazıram 21x bölünsün sayda 6-dır. X-in yerinə 4 yazıram. 21 vurulsun 4 bölünsün 6 eləyəcək 14. Bayaqki sualın tərs versiyasıdır. Yəni imtahanda istifadə oluna bilərmi? Bəli, oluna bilər.
Bərabər tərəfli üç bucağın sahə düsturu belədir. S bərabərdir. A-nın kvadratı kök altında 3 bölünsün 4. Deyir bu 36 kökdə 3-ə bərabərdir. Bura yazıram 36 kök altında 3. Kökdə 3'ləri getsə A kvadratı bərabərdir. 4'ü vururam 36'ya 144 olur. A bərabər oldu buradan 12'yə. Məndən soruşur daxilə çəkilmiş edən radiusunu. Bərabər tərəflidə balaca erin düsturu A bölünsün 2 kök altında 3'dür. Onda yazıram R bərabərdir. 12 bölünsün 2 kök altında 3. Bu da 12 ilə 2-ni ixtisar etsəm 6 böl kökdə 3 eləyəcək. Belə cavab yoxdursa, onda mən irrasionaldan azad eləmək üçün aşağını da yuxarını da kök altında 3'ə vuraram. Alacağıq 6 kökdə 3 bölünsün 3, eləyəcək 2 kök altında 3. Yəni Y variantı. Sonra görək burada nə verir. Deməli, oxşarlıq olacaq çox güman ki. Çünki burada bucaqların bərabərliyi var. Məsələn, buradakı bu D bucağına alfa yazsam, eyni C bucağı da alfa qiyməti aldığını göstərdi. Və həm də ki, buradakı M bucağının bu hissəsindəki beta bucağı ilə bu hissəsindəki beta bucağı qarşılıqlı bucaqlardır deyə bir-birlərinə bərabərdirlər. Qiymətləri üzərinə yerinə yazsaq, AD 4'dür, SM 3'dür, DM 6'dır və BS'ni soruşur. İndi burada alfanın qabağında heç nə yoxdur. Ona görə bura bir gamma yazıram. Burada gamma yazıram. Deməli, gammanın qabağında 6, digərində gammanın qabağında 3 var. Bərabərdir. Burada bettanın qabağında 4, burada bettanın qabağında x var. Çarpaz vursaq 6x bərabərdir 3'ü 4'ə vuranda 12, x də bərabər olacaq 2'yə. Deməli, cavab olacaq B-cinin qiyməti 2. Gəldik bura. Deyir ki, PA 4'dür. Bura yazıram 4'dür. BD, PD. Opsiyon PD haradır? Buradan bura 20'dir. AB 12'dir. PC'ni soruşur. Bura x-dir. Opsiyada 20'dir. Deməli, belə bir qayda var ki, kəsənin çöldə qalanı 4, vur ümumisi. Ümumi də buradan bura 16'dır. Bərabər digər çöldə qalanı x-dir, ümumisi də buradan bura qədər məsafə 20'dir. Bu da eləyəcək 64 bərabərdir 20 x-ə, x də bərabərdir 3 tam onda 2'yə olacaq C variantı. Sonra sual 21'də təliklər sistemindən x, y hasilini tapın deyir. Əslində yuxarıdakı x plus y-i burada yerləşdirəcəyimiz yerlər ola bilər. X-in kvadratı üzərinə gəl y-in kvadratını mən müxtəsərin köməkçisi ilə x plus y-in kvadratı çıx 2xy yaza bilərəm. Davamında burada var plus 3xy və buradan mənfini qırağa çıxarsam qalacaq yenə x plus y bərabərdir 2'yə. Harada x plus y var yerinə aparıram 3 yazıram. Buraya 3 yazsam 3'ün kvadratı 9. Bu ikisi mənə verəcək müsbət xy minus buraya nə yazmalıyam? 3 bərabərdir 2'yə. Buradan 6 plus xy bərabərdir 2'yə. Xy də bərabərdir 2'dən 6'sını çıxanda cavab qalacaq mənfi 4. Yəni olacaq B variantı. Sonra silsilənin 16-cı, ilk 16 həddin cəmini soruşur. A3 ilə A14'ü belə aça bilərəm. A3'ün yerinə A1 üzərinə gəlsin 2D. A14'ün yerinə də A1 üzərinə gəlsin 13D yazaraq bərabər eləməliyəm 420'yə. A1 ilə A1'i toplayanda olacaq 2A1. 2D ilə 13D'ni toplayanda olacaq burada 15D bərabərdir 420'yə. İndi S16'nın açılışını yazsaq, S16 bərabərdir 2A1 üzərinə gəl. 16'dan bir azalır artıq. Burada olur 15D. Böl 2 vurulsun 16. Surətdəki 2A1 üstə gəl 15D'nin hazır cavabı özü 420'dir. Onda yazıram 420 bölünsün 2 vurulsun 16'ya. 16 ilə 2'ni ixtisar etsəm 8 qalar. 8'i vururam 420'yə. 8 dəfə 0, 8 dəfə 2, 16, 33. 33, 60, 3360 olacaq Y variantı. Sonra hündürlükləri 8, 12, sahəsi 144 olan paralelogramın perimetrini tapın deyir. İndi paralelogramın perimetrini tapmaq üçün əvvəlcə siz onun tərəflərini bilməlisiniz. Hündürlük deyəndə böyük tərəfə kiçik hündürlük, kiçik tərəfə də böyük hündürlük çəkmək olar. Yəni, bax bu bizdə kiçik hündürlükdür, 8'dir. Bu da bizdə böyük hündürlükdür, 12'dir. Bu kiçik tərəf, böyük tərəfdir, daha doğrusu kiçik tərəfdir, bu da böyük tərəfdir. Bunu yazdım. İndi nə etmək lazımdır?
Qarşı qarşıya vururuq. 12A bərabərdir 8B'yə. Hər tərəfi 4-ə bölsəm 3A bərabərdir 2B'yə. Deməli, buradan sahəni mənə verib 144. Mən əslində bunların ikisini 144-də bərabərləməliyəm. Bir dəqiqə, mən perimetrlə tərs getdim. Onda belə yazıram. 8B bərabərdir 144-ə. Yəni oturacağı hündürlüyə vuranda sahəyə bərabərdir. B bərabərdir. Buradan neçə olacaq görək. Bir dəfə 18 alındı. İndi ikinci hala baxaq. 12A bərabərdir 144-ə. A da bərabər 144-də 12-yə böləndə qaldı 12. Perimetri soruşursa 2 vurulsun 18 üzərinə gəl 12. 32-yə də vuranda 60 eləyəcək. Cavab olacaq C variantı. Sonra sual 24-də. Bu tipli sualları həll edərkən uşaqlar ya gərək fikirləşəsən bunu kvadrat formasında göstərə biləsən, ya da ki, müxtəsər bərabərləşdirəsən bir dənə x ədədinə, sonra cavabı təyin eləyəsən. Hər iki halda ola bilər. Bir də belə fikirləşə bilərik də, kök altında, indi mən nə edəcəm burada görək? Mən buranı yaza bilərəm, 3 çıx kökdə 5-in kvadratı. Elə bil nə edim? Bu 6-nı 2-yə böldüm, 3 qaldı. 3-ü verdim bura, kökdə 5-i yazdım bura. Fikir verin müxtəsər kimi, 3-ün kvadratı 9, kökdə 5-in kvadratı 5, cəmi 14-ü verdi. Bir də bunların hasilinin 2 misli. 3 kökdə 3-ü, kökdə 5-i 3-ə vururam. 3 kökdə 5, 2 misli də 6 kökdə 5. Baxın, eyni şeyi ödəmiş oldu. Bir dənə də bura plusunu atıram. 3 plus kök altında 5-in mötərizə kvadratı. Bu da bərabərdir. İndi köklə kvadrat gedəcək modulda 3 çıxılsın kökdə 5 yazacağıq. Eyni şərt digərinə də daxildir. 3 üzərinə gəl kökdə 5-i modulda yazacağım. 3-ün qiymətini 9 kimi fikirləşirəm. Kökdə 9 kökdə 5-dən böyükdür axı. Olduğu kimi kökdə 5 sonra gələcək. 3 çıx kökdə 5. Minuslar qarşıda işarə dəyişəcək. Minus 3, minus kökdə 5. 3-lər getsə, qalacaq mənfi 2 kökdə 5. Düzgün cavab olacaq A variantı. Bunlar getdilər çünki. Sonra 25. Fərqi yoxdur o kökü birinci yazdın, ikinci yazdın, Nəriman. Əsas odur ki, sonda hansı böyükdürsə onu birinci yazasan. Ehtimal sualında Nəriman Dadaşov hansının sürətdə, hansının mərkəzdə yazmağı belədir ki, səndən ümumi anlayışı, yəni məsələn əlində tutalım ki 10 dənə sarı, qırmızı, yaşıllı falan rəng var. 10 dənədir orada. Həmin 10 dənə rəngdən 5-ni mi seçirsən? Ondan 5 yazıb məxrəcə yazacaqsan. Amma desə məsələn 3-ü qırmızıdır, ikisi sarıdır. Bax bu ikisi xüsusi şəkildə adlarını çəkilənləri sürətə yazmalısan. Qısacası ümumi anlayışı məxrəcə yazırsan, xüsusi sənə lazım olan soruşulanı sürətə yazırsan. 25-ə baxaq. Yaxşı. Uşaqlar, deməli nə edəcəyik? Bu çevrənin radiusudur. Buradan bura qədər məsafə 5-dir. Deməli onda məsələn, bax bu da 5-dir. Niyə də olmasın? Bura qədər məsafə də 3-ə bərabərdir. Və bu yaşıl yerdə 3-dür. Onda avtomatik olaraq biz artıq Pifaqor ədədlərini öyrənməliyik də, bilirik hər dəfə qabağımıza çıxır. 3-dür, bura 5 olacaq, burada avtomatik 4 olacaq. Bunu da bildim. Sinusu yazıram. 3 vurulsun. Sinus alfa deyəndə qarşı katit hipotenuza. Qarşıda 4 var, hipotenuz da 5-dir. 4 bölünsün 5 olacaq. Çıxılsın 2 vurulsun. Kosinus da bitişik hipotenuza. Bitişik 3-dür, hipotenuz da 5-dir. 3 böl 5-də bu olacaq. Bu da bərabərdir. 5-də 3-ü 4-ə vuranda 12, çıx 5-də 2-ni 3-ə vuranda 6. Çıxanda qalacaq 5-də 6. Yəni D variantı.